Deməli, bugün biz kendimizin adet-ənənələrinə uyğun olaraq, icmamızın davamı olaraq kendimizin ağbirçəkləri, ağsaqqallarla görüşünün, bugün çox hörmətli, dəyərli, biraz da benim uşaqlıq illərindən xatirimdə güzel bir qonşu kimi yaşayan Mürəstə xalanın ziyarətinə gəldik. Mürəstə xala, bilirsiniz ki, illərdən bəridir ölkəmizdə didərgin olduq, ayrı-ayrı yerlərdə məskunlaşdıq. Şükürlər olsun ki, ölkəmizin inkişafı oldu. Bugün hamımız hardasa bir evimiz oldu, məskunlaşdıq, yaşayırıq. Amma bunlarla beraber de bugün artıq möhtərəm prezidentimizin, ordumuzun apardığı uğurlu siyasət, uğurlu döyüşlərin qalib komandan kimi, qalib prezident kimi bizə bir həvəs yarandı. Dağlıq Qarabağın azadlığından sonra Qərbi Azərbaycana yönəldi. Ölkəmiz haqqında xoş fikirlər gedir və hamımız əminik ki, çox yaxın vaxtlarda vətənimizi, kəndimizi, elimizi, obamızı ziyarət edəcəyik. Qərbi Azərbaycanın hər bir dilbər güşəsində bax beləncə bir çay süfrəsində inşallah biz yığışarıq. Hər halda bu bizim arzular. Bu barədə istəyərdim ki, siz də bir kəndimizlə bağlı xatirələrinizi, qonşuluqdan, kənddə qalan o tarixi yerlərdən, o tütünçülükdən, tütün yoldaşlarından, bugünkü balalardan, nəvələrdən, neçə yaşınız var? Allah Bayram əmiyə rəhmət eləsin. Bayram dair rəhmətə gedəndən sonra da uşaqlar sağ olsun, bugün də bir yerdəsiniz, çox şükürlər olsun. Bir fikrindən keçən xatirələrini bölüşdürün də bizdən, xahiş edir. Allah hamımızın canını sağ eləsin. Kənddə də cəmaatın hamısı elə bir nəfər kimi, hamı qohum kimi yaşayırdıq. Heç kəsdən incimirdi. Kənddə bir cavan uşaq öləndə 40 gün yox ki, bir il xeyir iş eləmirdik. Bizim millət yaxşı cəmaat idi. Allah hamısını sağ eləsin. O ki qaldı tütün də gözəl imiş. Gözəl imiş. Gözəl yoldaşlarımı itirmişəm. Vallahi ürəyim o qədər istəyir ki, onun bəhsini ki, görür. Ne güzel. İnşallah göreceğiz. Söz veririm ben size. Allah kömək olsun. Özümün də 49 yaşım var. 79 yaşım var. Allah ömür versin. Saklasın. Allah sizi də sağ eləsin. Balalarımdan da çox razıyam. Çox şükür Allah'a. Balalarım məni çox yaxşı saxlayır, çox xətirimi istəyirlər. Allah hamısını sağ eləsin, sizi də sağ olun. Allah nə deyim, çox gözəl yerlərimiz var idi. Bir gün Kısıra hamımız yığılmışaq, dedilər ki, bala Kısıra heç kəs çıxa vermir. Yazıq o Mədət də bizim yanımızdadır. Mədət dedim, paraqdır, çıxamayacaq. Bilmirəm yanımda kim idi, yadımdan çıxır. Bununla başladıq Kısıra dik. Bunlar da buradan bizə baxır. Allah haqqı çıxa bilmədik. O qədər hündür idi, gözəl örüşlərimiz var idi, gözəl yerlərimiz var idi. Çok sevdi. Göyçə gölü ən gözəl yerimiz idi. Uşaqlar aynadan baxırdı, deyirdi, ha, balıq bu bağında. Gözəl günlərimiz var idi. Allah sizi qorusun. Bunun 3 yaşı var idi, kənddən çıxanda. Gəldi müharibədə oldu. Oğlanlarımın üçü də müharibədə oldu. Elə bir ki, Zahid 40 günü düzələn kimi Zahidi götürlər Səngərə. Səngərə saldılar. O da çox əziyyət çəkdi. O 1-ci Qarabağ müharibəsi. O körpədə Füzuli, Ağdərə, Ağdam, oralarda səngərlərdə idi. O da əziyyət çəkdi, qorxu ilə çıxartdı bəlkə o xəstəliyi. Vətən yolundadır da hamısı. Körəlmək olmaz çox da. İndi anasız dizisi başa düşürük, amma həqiqətən elə sizin qəhrəman analığınız ondadır ki, evlatların hər üçü bu vətənin torpaqlarımızın azadlığı uğrunda canınla, qanınla, başından özdə təsadüf hər bir şey kimi yox, bir qəhrəman kimi döyüşdülər. İndi medalları burada biz çəkəcəyik, vəsiqələri də göstərəcəyik.
Ona göre çok kövrelmeyin. Şükür Allah'a bugün herkes yanınızda, herkes Şükür. güzel, hür. Allah'ınız başa tam versin, içinde de mənim balalarım. Amin. Bayram yazıqda Allah rəhmət eləsin. 8 uşağı ləyəqli yükəltdi. Allah hamımızı saxlasın. Allah rəhmət Allah eləsin. rəhmət eləsin. O da öz əməyinlə yükəltdi, halal əməyinlə. Allah köməyimiz olsun.